Paşinyanın həyat yoldaşı qalmaqala qarışdı, məhkəməli oldu. Erməni jurnalist Boris Murazi, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyana qarşı məhkəməyə müraciət edib. Reportun məlumatına görə bu barədə erməni kütləvi informasiya vasitələri xəbər verir. Murazi iddia edib ki, Akopyan böhtan xarakterli, saxta məlumatlar yayıb. Bu səbəbdən də onun təkzib eləməsini, üzr istəməsini və 2 milyon dram, 5,2 min Amerika Birləşmiş Ştatları dolları məbləğində kompensasiya ödəməyini tələb edir. O, onlarla insan haqqında saxta məlumatlar yayıb, din xadimlərini ləkələyib, mənim haqqımda çox çirkin yazılar dərc edib. Mən məhkəmə iddiası qaldırdım və Paşinyanın ailə üzvünü anti-ictimai davranışına görə cavab verməyə məcbur eləyəcəm deyə Murazi nəşrə bildirib. O, Akopyandan kompensasiya olaraq alacağı pulları şəxsi məqsədləri üçün deyil, yaxın günlərdə açıqlayacağı vacib iş üçün xərcləyəcəyini deyib.